Salam, kanalıma xoş gəlmisiniz. Mən bu günlər sizə bu motivi göstərəcəm. Bunun master klassını toxuyacağam. Mən bundan cürbəcür toxumuşam. Baxın, cürbəcür rənglərdədir. Bu rəngdə var. Sonra bu rəngdə var. Mən bunu zövqlə etməmişəm ki, yəni bu buna yaraşır. Yox. Məndə beləsinə saplarım çoxdur. Mən bunları yığmışam, saxlamışam və indi qərar aldım ki, bu motivlərdən bir battaniyə toxuyam. Yəni stolun üstünə belə uzun göstərəcəm sondakı necə alındı və sizə bunun bir-birinə birləşdirmə ən yaxşı texnikasını göstərəcəm, ən gözəl texnikasını göstərəcəm. Mən 3 milli ilə başlamışam, amma bir-birinə birləşdirməyi isə 2,5-la edəcəm ki, daha gözəl alınsın. Belə mən istəyirəm ürəyi, ortada olan ürəyi narıncı rənglə başlayım. Qıraqlarını isə yaşıl edəcəm. Başlayaq. Sehirli halqa ilə başlayacağım. Diqqətlə baxsanız, özünüz də edə bilərsiniz. Sehirli halqa elədik, 3 dənə zəncir. Artıq bir zəncirimiz var. Bura 4'dür. 3'lü trabzan edəcəyik. Yəni içində 4 dənə olacaq. 1 2 1 2 dənə zəncir. Həmən bu halqaya 1 2 3 2 dənə 1 2 təzədən 2 zəncir. 1 2 1 2 zəncir. Sehirli halqamızı sıxırıq və bu 2 zənciri 1 2 3 üçüncü zəncirin başına bətləyirik. Baxın belə 4 dənə trabzanlı gül kimi belə alınır. Baxın, burada da var. Ortada. Bu arada 3 zəncirlə təzədən 1 dənə zəncir edirik. Bu ortaya bir zəncir, bir artırma, bir artırma, bir dənə sıx iğnə, bir artırma, bir sıx iğnə, bir dənə deməli burada bir artırma elədik, bir sıx iğnə. Bunun başına biz 9 dənə
trabzan edirik. 2, 3, 4, 5, 6, 7, 8. Bura 9 dənə trabzan edirik. 9 trabzan, bir artırmaz, bir zəncir, bir dənə bura sıx iğnə, yenə də artırma. Bura baxın, həmən bu ortaya 2 dənə sıx, 2 dənə sıx iğnə. Baxın, 2 dənə sıx iğnə. Sonra bir zəncir. Təzədən sıx iğnə. Burada ümumi 4 dənə sıx iğnə oldu. Ortada zəncir oldu. Bir dənə artırma, bir dənə zəncir. Təzədən bura bir dənə sıx iğnə, bir artırma. Bura təzədən nə edirik? 8 dənə trabzan edirik. Bir tərəfinə 9'dur, bir tərəfinə 8'dir. 2, 3, 4, 5, 6, 7, 8. 8, bir artırma. Bizim bu ortadaki bunu bərkitmək üçün mən sizə bir şey göstərdim. Həmişə arxasında belə saxlayın. Və mən bunu bərkidirəm ki, ortada dəlikəmələ gəlməsin. Dəlikəmələ gəlməsin. Həmən bu artırma ilə düz bax, buradakı ortada olan, baxın, belə edirik ki, ürək, bax, belə ürəyimiz alındı. Qayça ilə biz bunu kəsirik buradan. Çıxardırıq və veririk arxaya. Bu bizim ürəyimiz. Baxın, gözəl ürəyimiz alındı. Narıncı rəngdə. Biz indi bunun, baxın, sizə göstərəcəm bu yerlərini toxumağı. Artıq biz keçid edirik bu rəngdə sapımıza. Bu rəngdə, yaşıl rəngdə sapa bu qıraqlarını toxumağı göstərəcəm sizə. Qoyaq qırağa. Bunu başlayırıq biz. Biz bunu başlayırıq. Düz, baxın, ortadan belə sapımızı götürürük. Belə bir, ikinci, bizim başlayırıq. Baxın, 3 dənə, artıq 3 dənə, bax, arxa tərəfdən. 1, 2, 2, 3. 3 dənə, bax, beləsinə eləyəndən sonra burada 2 dənə
zəncir edirik. Təzədən bura bir dənə, bir, iki dənə artırma trabzan edirik. Bura 4 dənə sıx iğnə, bir, iki, üç, dört. 4 dənə edəndən sonra biz təzədən bura bir, iki dənə zəncir. Təzədən bir, iki, üç, dört, və ortaya artırma ilə düz bax. Baxın bura. Artırma ilə bura trabzan. Sonra təzədən bir, iki, üç, bu da dört. Təzədən iki dənə zəncir. Bir, iki, üç, dört. 4 dənə. Sonra buradan 2 dənə artırmalı bir trabzan. Bir dəfə də artıraraq 2 trabzan və bir də zəncir. 1, 2. Zəncir etdik. Təzədən 1, 2, bu da 2 dənəli. 2 dənəli trabzan edirik. Və təzədən bura batıraq. Bir dənə sıx iğnə edirik və burada bunu birləşdiririk. Belə. Baxın, belə 4 küncə alınır. Gördünüz? İndi baxın, bunlara biz artırma ilə bax bunlardan edəcəyik. Artırma ilə baxın zəncir. Mən eləyirəm 2, 3 zəncir. Düz bax bu başa artırma ilə. Düz bax bu başa mən 1, 2, görsənir. 3 dənə oldu. Təzədən yeniri artırırıq. Bir dənə zəncir artırdıq. Bir zəncir artırandan sonra biz keçirik. Baxın bu boşluğa. Burada biz 1, aydın görsənsin. 1, 2, 3, 2 artırma təzədən. Bu üç günc yerlərdə, yəni boşluqlara həmişə biz artırma edirik. Əgər nə qədər istəsəz, yəni o boyutdan da böyüdə bilərsiniz. Mənə məsələn bu qədər lazım idi. Mən bu qədər motiv eləmişəm. Bəlkə siz böyük etmək istəyirsiniz, balış üzünə istəyirsiniz etmək. Yəni bunu böyüdə də bilərsiniz. Bu üç künclər artırmadır. Baxın, bu üç künclər artırmadır. Təzədən bir dənə zəncir çəkirik. Bir zəncir çəkəndən sonra təzədən bax, burada 2 dənə görürsünüz, trabzan var. Bunun düz ortasına təzədən biz enirik. Həmən bu üçlü trabzandan burada da edirik. Baxsaz, yəni diqqətlə çox asandır demək olur. Detaylı başa salıram ki, başa düşəsiniz. Yenə də artırma edirik. Baxın,
Artırma edəndən sonra burada bizdə necə boşluq var idi. 3 dənə zəncir edirik bu boşluğa da. 1, 2 və 3. 3 dənə 1, 2. Yenə də artırma edirik. Təzədən bu boşluğa nə edirik? 2, 3. Təzədən bir artırma etdik. Bir artırma edəndən sonra bax düz bu başa, bax düz bu ürəyin ortasına yenə də üçlü trabzan edirik. 2, 3. Təzədən bir artırma. Təzədən bu boşluğa, baxın, bu boşluğa üçlü. Yəni mənim saplarım işlənib və bunlar qalıb. Ona görə burada düyün olsa bilin ki, işlənmiş saplardır. Qalan saplardan edirəm. 1, 2. Təzədən 1, 2, 3. Bir dənə artırma. Təzədən bundan burada da yenə burada 2 dənə var artırma, trabzan var. Bax bunu düz ortasına yenə də 1, 2, 3. Bir dənə artırma. Təzədən bu boşluğa gəlirik. 1, 2, 3, 1, 2. Sonra 1, 2, 3. Bir artırma. Bir artırma ilə biz buradakı zəncir var idi. Zəncirin düz təpəsinə giririk və bunu bax belə bağlayırıq. Baxın, belə 3 gün, 4 gün, 4 tərəfi olan. Mən indi kamera arxası bunu eyni gedəcək. Yəni baxın, yenə də buradan başlayacağım bu boşluğa bir dənə edəcəm. Sonra gələcəm, yenə də bura edəcəm. Sonra təzədən bu boşluğa edəcəm, bu boşluğa edəcəm. 2 dənə eləyəcəm bura, bura, bura. Bax belə böyüləcək. Böyüyəndən sonra mən təzədən axırda bu rənglə burada axır edəcəm. Bu qədər. Mən toxuyum. Kim istəsə baxsın, mənlə bir yerdə toxusun. Yəni burada yəqin ki, çətin bir şey yoxdur. Detallı başa saldım, çalışdığım qədər. Xoş saatlar, xoş örgülər. Bunu mən kamera arxasında bitirim və sonda göstərəcəm sizə. Bunları necə bitişdiririk, necə gözəl battaniyə gəlir. Aha, biz gəldik bunu birləşdirməyə. Bax, xeyli birləşdirmişəm. Bunlardan da çox toxumuşam. Yəni mən sizə çox yarı hissəsini belə göstərirəm. Hamısı rəngarəngdir. Yəni burada zövq məsələsi deyil ki, ay bu rəng buna uyğundur. Yox. Hansı əlimə keçib, hansı rəng bütöv toxuduqlarımdan hamısından yarım qalan iplərimdən toxumuşam.
Və indi sizə göstərmək istəyirəm ki, bunları bir-birinə necə baxın. Mən xeyli bir-birinə, yəni birləşdirmişəm. Amma bu yerləri görürsüz, hələ birləşdirilməyib. Yəni hamısı eyni texnika ilə gedəcək. Hələ ki bunları eləyəcəm. Məndə yəni baxın belə 3 dənə olacaq. Baxın belə göstərdim. 3 dənə belə tutacağam və 3 dənə olacaq və qıraqlarını da ki özümün bir fikrim var. Elə toxuyacağam və sonda onu da göstərəcəm sizə ki, həmən o texnikanı necə eləyirəm. İndi mən bu 2 ipimdən götürürəm. Birləşdirməni göstərəcəm. Yəni eynidir. Baxın, hələ burada da eynidir. Sonda isə sizə göstərəcəm ki, bu tərəfə necə gedirlər. Yəni ipi kəsəcəyik, belə deyim. Baxın, bu ipdən istifadə edirəm mən. Belə bir ipdir. Birləşdirməyə istifadə elədiyim. Onu bitirəndən sonra, yəni mənə lazım olan uzunluğa gətirdiyimdən sonra mən onu kəsəcəm və başlayacağım buradan hörməyə. Baxın, bu yerlərdən hörməyə başlayacağım. Bax, buradan hörməyə başlayacağım axıra kimi. 3 dənə olacaq və sonra qıraqlarını edib sonunda sizə göstərəcəm ki, əsl belə necə gözəl battaniya alınır. Yenə də deyirəm, mən bunu stolumuzun üstünə eləyirəm. Uzun bir həyətdə oturacaq stolun üstünə eləyirəm. İndi kimin necə zövq istəyər kvadrat eləyər, istəyər yerində düz bucaqlı edər, artıq onun zövqünə qalıb. Bax, birləşdirmə texnikası. Mən altdan, ip altda olur. Yenə də deyirəm, ipimiz altda olur. Bir dəqiqə, bətliyim. Həmişə bir qanadından götürürük. Mən bura ortaya götürürəm. Baxın, bununla da birləşdirirəm. Sonra təzədən, baxın, bu qanadından götürürəm. Bir də bu qanadından götürürəm. Baxın, belə birləşdirirəm. Sonra təzədən bu qanadından və birləşdirirəm. Baxın, beləsinə alınır. Bir-iki dənə də sizə göstərəcəm. Təzədən yenə bilin, tıxımız üstdə olur. Toxuduğumuz ipi isə arxa tərəfdə olur ki, bu görüntünü ala bilək. Baxın, bu səliqəli görüntünü almaq üçün mən buna sümbül toxunuşu deyirəm. İndi kim necə istəyir eləsinə deyə bilər. Bax, yenə də bu qanadından alıram. Bu qanadını verirəm və axıra kimi toxuyuruq. Təzədən bu qanadından alıb bu qanadına verirəm. Bax, belə. Baxın, görünüşə səliqəli, bax, beləsinə bir görünüş alınır. Və sonra bu yerləri keçmək üçün, bu yerləri keçəndə də sizə göstərəcəm. Yəni, yenə deyirəm, baxın, bundan 3 dənə belə edəcəm mən. Yəni, kim neçə dənə, mənə 3 dənə bəsdir. Yəni, stolum ensizdir. Ona görə mənə 3 dənə bəsdir və sonra bu qıraqlarına ayrı bir texnika ilə hansı qəşəng qalır, mən onu toxuyacağam. Bax, belə toxuyaq axıra kimi, sonda sizə göstərəcəm. Aha, biz gəldik. Baxın, artıq birləşdirmişəm çoxunu. Baxın, mən beləsinə sümbül texnikası ilə eləmişəm. Mən buna indi sümbül texnikası deyirəm.
Bilmirəm siz necə deyirsiniz. Baxın, gözəlliyə baxın. Hələ tam düzdür, hazır deyil. Qıraqları hələ baxın beləsinədir. Arxa hələ tam bitməyib. Mən amma sizə bunun necə belə bir-birinə birləşdirmişəm, onu göstərəcəm. Baxın, burada artıq axırıncıdayam. Axırıncını eləməliyəm. Bunları obrisi videolarda, yəni qabaqki videolara baxmaq istəsəz, əvvəldən çevirib təzədən baxa bilərsiniz. Mən indi bunu sizə göstərəcəm. Necə etmişəm, baxın. İndi buradayam mən. Bunu buradan belə toxunmuşam. Bura gəlmişəm. Bir də söz deyim, mən bu birləşməni uşaq ipindən etmişəm. Baxın, beləsinə bir ipim qalmışdır. Ondan etmişəm. Krem rəngidir. Çox qəşəng toxunur. Həm də yumuşaqdır. Göstərirəm, baxın. Mən axıra çatmışam. Sona çatanda həmişə 3 dəfə yuxarı gedirəm. Yəni, yaxşı görsənir. 1, 2, baxın bu üçüncə. 2 və 3. Bir zəncir və mən yəni buna nənə kvadratı deyirlər. Babushkin kvadrat deyirlər. Mən bunları heç biri, yəni zövq məsələsi deyil ki, bu rəngə uyğundur, yəni eləməmişəm. Hansı əlimə keçib, yəni onu da toxunmuşam. Həyətimizdə bir stul var, onun üstünə eləyirəm. Uzun bir stuldur, oturacaqdır, yəni oturacaq üçün toxuyuram. Qıraqlarını da edəcəm. Qıraqlarını görürsünüz, özündən beləsinə istəyirəm rəngbərəng eləyim. Necə özü rəngarəngdir. Özünü də elə edəcəm. Yəni, indi bu krem rənglərini toxuduğuma görə, birləşdirdiyimə görə həm qıraqlarını, həm belə ortalarını birləşdirirəm. Amma fikrim var ki, yəni qıraqlarını da özü kimi rəngarəng edim. Və sonda istəyirəm saçaq edim. Amma saçaq istəyirəm belə gül, yarımçıq güllər olur. Yonca gül olur, ya elə edəcəm, ya damla edəcəm. Və onu da sizə göstərəcəm, necə eləyirəm. Və stolun üstündə qalmaq üçün mən sonda göstərəcəm ki, necə uzun zəncirlər çəkirəm və altdan stoldan bağlayıram ki, düşməsin. Bir zəncir çəkirik və bu zəncirin düz başına baxın, belə bətləyirik, bağlayırıq. Bunu da kəsirik. Bəli, bunu birləşdirəndə kəsirik. Çünki mümkün olmur. Belə bunu qoyum bura, asan da olsun. Keçirik biz bura. Bura keçəndə işimizi çeviririk. Baxın gözəlliyə. Buradan da belə göstərdim sizə çevirəndə. Görün necə gözəl görsənir. Rəngarəngdir. Göy qurşağına oxşayır. Buradan başlayırıq. Bu mənim sonuncu toxunuşumdur. Birləşdirməni detaylı sizə göstərirəm. Asan da olsun. Yəni bu işləmi mən əvvəldən etmişəm. Sona çatdığıma görə bunu mən sizə göstərirəm. Buradan birləşdirirəm. Təzədən zəncir çəkirik 3 dənə. Bir artırma ilə təzədən gedirik ortasına. Yəqin ki, aydındır göstərdiyim. Görsənir yaxşı.
bir zəncir təzədən. Bax bunu biz sona kimi gedirik. Təzədən bir zəncir. Baxın. Aha, buradan bax bir zəncir çəkirik. Bax bura diqqətlə baxın. Bu sap, baxın bu sapı mən bu altından keçirdirəm ki, burada düzgün toxunuş əmələ gəlsin. Düzgün toxunuş əmələ gəlsin. Bax bunun hansıdır ortası? Orta zəncirdən giririk. Bunun da orta zənciri burada. Baxın, birləşdirmə belə olur. Diqqətlə baxsaz, görsənəcək necə. Baxın, ilişdi. Bu sapı mütləq bunun altından keçirdim. Əgər altından keçməsə, sap ilişib qalacaq orada və düzgün toxunuş da alınmayacaq. Yenə də göstərmişəm, indi yenə də göstərirəm. Bunun bir qanadından tuturuq, o bir qanadına və birləşdirmə edirik. Baxın, bu beləsinə gedəcək. Mənim səmtimi belə tutacağım. Baxın, bu və bura. Sonra bu qanadından bu qanadına sona kimi takıldım. Burada ilişdim. İplər ayrı-ayrı olduğuna görə hərdən ilişir. Baxın, beləsinə bir görüntü əmələ gəlməlidir. Bu bunun içindəndir. Görürsünüz, bax bu bunun içində olmalıdır. Dəqiq göstərirəm ki, çaşmayasınız. Toxunmaq istəsəz mənimlə bir yerdə. Təzədən bu qanadından girib, həmən ipin bu qanadına gəlirik. Sona kimi beləsinə toxuyuruq. Sona kimi belə toxuyuruq və beləsinə görüntü əmələ gəlir. Kimi biz gəldik, baxın, bura kimi gəldim. Görürsünüz, səliqəyə necə gözəl alınır. Bax, biz bura gələndə burada mütləq bir artırma eləyirik. Artırma eləyib keçirik növbəti birləşdirməyə. Növbəti birləşdirmədə təzədən eyni işləmləri burada da edirik.
baxın. Eyni işləm. Bura kimi gəlirik. Hər birinin bir qanadından götürürük ki, səliqəli görsənsin. Bax, belə səliqəli alınmaq üçün mütləq qanadlarından götürmək lazımdır. Hərəsinin bir qanadı bir-birinə uyğun olmalıdır. Bir-birinə uyğun olmayanda alınmayacaq. Yəni ki, o effekti ala bilməyəcəksiniz, əyri duracaq. Çalışın toxuyanda, baxın, bu yerlər bir-birlərinə mütləq uyğun gəlsinlər. Mən yenə də bura kimi gələcəm. Bax, eyni işləmi burada necə etmişik? Bir artırma edirik ki, bir-birinə kas yaratmasın, yəni bir-birini sıxmasın. Yoxsa, bax, beləsinə düz qalmayacaq. Hamısı bir-birinə sıx duracaq və görsənməyəcək. Bu görüntünü ala bilməyəcəksiniz, əgər burada artırmalar olunmasa. Burada gələcək, həmən bu artırmada mütləq burada da edəcəyik. Gəlib çatanda təzədən sizə göstərəcəm. Aha, bura gəldik, çatdıq. Baxın, artıq sondur. Sona gəldik, çatdıq. İndi baxın nə göstərəcəm. Çeviririk işimizi. Burada olan işləmlər bura axıra kimi gələcək. Sonra buradan gedəcək. Bax, baxın, bu bayaqları göstərdiyim işləm. Buna. Bura kimi gələcək və vəsə bitəcək. Bununla da bitəcək. Amma mən yenə deyirəm, bu işləmlər var, ha, qırağındakı işləmlər. Görürsünüz. Bunları mən rəngbərəng edəcəm, özü kimi. Özü kimi rəngarəng edəcəm və sonunda hissəyə istəyirəm saçaq yox, saçaq, yəni ipdən etməyəcəm. Edəcəm yonca, ya damla, hansı yəni uyğundur, hansı gözəl görsətsə onu edəcəm və onu da göstərəcəm sizə ki, ora çatanda göstərəcəm ki, necə ediləm.